Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, mən hal-hazırda demək olar ki, Sibrizin içərisindəyəm. Sibrizin hasarlarına yaxın bir ərazidə. Bakı dairəvi yolun üstündə İskələ restoranın yanında. İskələ restoranın yanında, buradan da görüntülərdən görünür, dağ görünür. Düz Sibrizlə üzbəyüz, Sibrizin ümumi giriş hissəsi ilə yaxınlığında Bravo supermarketin yanındayam. Burada sizə 30 sotun içərisində inşa edilmiş, baxın, belə şəxsi bir villa təqdim edəcəm. Villanın həyətində ümumi giriş hissəsində, baxın, buradan tam store da görsənir. Hətta 2 maşınlı qara gözətçi evi, onların hamısını göstərəcəm sizə. Futbol meydançası tam mərkəzdə olan, baxın, gözəl bir daşma hovuzdur. Hovuzun yan hissəsində istirahət güşəsidir. Gəlin, buranı göstərim sizə. Bura istirahət güşəsidir. Orada soyunma otağı var, dincəlmək, ayaq yolusu, bir də burada parno yerləşir. Sauna. Bu ev sahibinin burada hamısının qolbaqları var. Hansı ki, Sibrizə girib çıxmaq bunlar üçün icazə verilib. Hamısına qolbaq verilib. Burada. Buradan keçirik. Buradan gedirik biz. Burada həyətdə yerləşən yayğış mətbəxi. Sonra burada manqal, açıq söhbətgah. Evin qarşısı və eyvanları var, göstərəcəm sizə. Həyətdə yaşıllıq zonası çox qəşəngdir. Verandanı göstərim, buradan belə fırlanıb düz gedəcəm evin ümumi giriş hissəsinə, həyət hissəsinə. Evin qarşısında yerləşən, baxın, verandadır. Düz o hissədən başlayır, düz bu hissəyə qədər, axıra qədər verandamız davam eləyir. Biz bu hissədən isə keçəcək evin ümumi, həyətin ümumi giriş hissəsinə. Burada su quyusu var. Yerin altından su çıxır burada. Evin də, torpağın da kupçası var. Tam şəxsi tikilmiş bir evdir. 15 ilin, 16 ilin tikilisidir, dəyərli izləyicilərimiz. Bütöv olaraq 30 sot hamısı kupçadadır. Qazı, suyu, işığı, interneti hamısı daimidir. Evin texniki otağıdır. Evin özünün texniki otağı. Bu hissə isə getdiyimiz kimi buradan gedirik biz. Həyətin ümumi giriş darvazası. Qarşısı geniş bir asfalt örtüyüdür. Çox qəşəng, səliqəli bir ərazisi var. Gəl bura. Buradan gedmişdik. Mən oradan başlamışdım. Buranı göstərməmişdim. Elvin, gəl buranı da göstərək. Evin ümumi giriş hissəsi burada. Evə giriş qapısı. O tərəfdən də verandadan, terasdan da giriş var. Bu hissədə maşallah gördüyümüz kimi yaşıllıq, sərin, gözəl. Sibrizin, yenə deyirəm, demək olar ki, tam mərkəzində, Landau məktəbinə yaxın, referens klinikasına yaxın bir ərazidə, Sibrizin ərazisində nə varsa, hər bir yerə yaxın bir ərazidə, Bakı dairəvi yolundakı üstündədir demək olar ki, bir daha söyləyirəm, 30 sot, hər bir insanın, burada yaşayan adamların qolbaqları var, Sibrizə giriş-çıxış olar üçün sərbəstdir, tam store, Bravo supermarket, İskələ restoranın yanında. Çox möhkəm tikilmiş bir evdir. Şəxsi ev istəyən evlər var, məndən istəyirlər müştərilərimiz. Mən demək olar ki, son zamanlar ancaq şəxsi evləri çəkib biz paylaşırıq. Bura futbol meydançasıdır, voleybol, futbol, basketbol, həm də 6 su anbarıdır. Rezerv su anbarı. Bay, Elvin, pomidorlara bax. Başladan ora bax, onun rənginə, onun iynə bax, iylə. Belə pomidor harada görəcəksən? Axınızda tağdan pomidor hardan dəyirmişsən? Uşaq vaxtı, yadında da öyrət. Bax, maşallah, dayı sağ olsun, bura baxan, hamısını əkib, becərib. Görün nələr var orada, badımcan, pomidor, biber, orada parnik. Bu tikililər, orada əl anbarıdır, əl damı kimi nə oldu, ora yığırlar.
Bu hissədə 2 maşınlı qarajdır. Hər ikisinin avtomatik olaraq darvazası var. Bu otaq, bax bu ev bütöv olaraq gözətçi evidir. Hamısında maşallah, yəni adam var, yaşayırlar, hamısı tərtəmizdir. Bir də ki, burada həyətin, evin elektrik tənzimləyicisi, elektrik şiti qoyulub. Darvaza da putla təchiz olunub, açılır, bağlanır. Geniş, yenə deyirəm, küçəsi var. Çox qəşəngdir, çox gözəldir. Ev 2 mərtəbə, 500 kvadrat. Buyurun keçək evin daxilinə. Evin 1-ci mərtəbəsindəyik. Əziz izləyicilər, bir daha söyləyirəm, evdə yaşayış olduğu üçün biraz çəkilişləri qısıt edilir. Yəni qısa olaraq eləyirik ki, çox yeri göstərməyək. Uşaq var evdə, yaşayış var, onun üçün. Çox narahatçılıq eləmək istəmir. 2-ci mərtəbəyə qalxan pilləkən çox möhtəşəmdir, çox qəşəng görünür. Ümumi giriş qapıdır, seyf qapıdır. Sol hissədə belə bir boşluğumuz var. Evin daxilində təmirdə sədəf boyalardan istifadə olunub. Sağ hissədə sağ, sol, üzbəüz aynalar və içərisi dolabdır. Burada çamaşırxana yerləşir 1-ci mərtəbədə. Sonra keçirik 1-ci mərtəbənin ümumi sanitar qovşağı. 1-ci mərtəbədə böyük bir zal, bir yataq otağı. Böyük bir mətbəx, mətbəxin qarşısında veranda var. Birinci sizə yataq otağını göstərim. Soruşuram bu qaranlıq üçün. Deyir ki, biz qaranlığı çox sevirik. Onun üçün çox işıqları demək olar ki, ləğv eləmişik. Daxilində sanitar qovşağı var. Bütün tam yaşayışdır. Tam yaşayışlı bir evdir. Zaldakı maşallah çox qəşəng, gözəl, geniş, böyük bir zaldır. Hündür tavan. Burada belə mərmər daşdan yığılmış böyük bir kamin. Gəl Elvincə bu tərəfə. Mətbəx otağı. Mətbəxdən həyətdə göstərdiyim verandaya birbaşa çıxışdır. Bu mətbəx otağından əlavə olaraq isə bu hissədə belə bir bağlı verandası var. Oturma alanı. Qəşəng, gözəl və buranın işıqlandırması şüşəbəndi, superdir. Həm də evin köhnə təmirə baxmayaraq, evin dizaynı, evin daxilində, evin mebellərində istifadə olunan hər bir şey keyfiyyətlidir. İndi isə qalxaq biz 2-ci mərtəbəyə. Pilləkən çox rahatdır. İlkin öncə deyim, pilləkən çox rahatdır. Döşəmə parketdir. Ön hissədə, baxın, dağa baxan, tam stora baxan eyvan var bu hissədə. Bu evdən demək olar ki, piyada hər bir şeydən istifadə eləmək olar. Dəyərli izləyicilərimiz, bu evin 2-ci mərtəbəsində 1 yataq, 2 yataq, 3 yataq, 4 yataq var. 1-2 yataq bağlıdır, qapıları bağlıdır, içərisində əşyalar var, bağlayıb gediblər. Onları sizlərə göstərə bilməyəcəm. Bir daha söyləyirəm, hal-hazırda Sibrizin tam mərkəzindəyəm. Onun üçün bugünkü gündə imkanımız nəyə çatırsa, onları sizlərə təqdim edirəm. Yataq otağı, geniş böyük bir yataq otağı, döşəmə parket, daxilində sanitar qovşağı və qarşıya baxan həyətə oyda pərdə qutarmır. Baxın, birbaşa dənizə baxan, Sibrizin bütün tikintilərinə, Sibrizə baxan eyvan. Daxilində sanitar qovşağı, geniş böyük bir sanitar qovşağı var, jakkuzisi ilə birlikdə. Hə, böyükdür, qəşəngdir, gözəldir. Buradan keçirik birbaşa sizə indi əlavə olaraq 2 yataq göstərəcəm. 2-ci yataq otağın yenə də ön hissəsində eyvanı var, dənizə baxır. Burada 3-cü yataq otaqdır. Bu yataq otağının da qarşısında eyvanı var, dənizə baxır. Dolab divarın içərisində. Bir daha söyləyirəm, sizdən çox xahiş edirəm, üzürlü sayın, evdə yaşayış olduğu üçün
çəkilişi biraz dar elədik. Yəni qısa elədik ki, çox şey düşməsin. Bu da ikinci mərtəbədə yerləşən ümumi sanitar qovşağıdır. Çox sağ olun əziz izləyicilərimiz. Bizi izlədiyi üçün, bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı, bəyənməyi unutmayın. Kimə bu maraqlı olsa, mənimlə əlaqə saxlayın. Bütün məlumatları verəcəm. Sizdən çox xahiş edirəm. Qiyməti də burada söyləmədim. Zəng vurun, mən sizə qiyməti birbaşa özüm deyəcəm. Təşəkkür edirəm.